خير من خلق الإله ومن ضرى كانوا قواميس الهداية للورى كم كان في أنبائهم من عبرة للناس ما كانت حديثا يفترى من أوصل كتب السماء إلى البشر ما الشمس من نور النبوة ما القمر فقفوا على آثارهم وزنوا بها أعمالكم واستلهموا منها العبار هم أنبياء الله والقوم الكرام والتابعون. Rəhman və Rəhim olan Allahın adı ilə Allah var idi. O ucadır və şanlıdır və ondan başqa heç nə yox idi. O Allahdır, birincidir və o qüdrətlidən başqa heç nə mövcud deyildi. Allah. Ondan başqa onunla yanaşı heç nə yox idi. O birincidir və ondan əvvəl heç nə olmayıb. Allah mütləqdir. Uca Allah bütün məxluqatı yaratdı və onun yaratdığı ilk varlıq ərş idi, taxt. Bu taxt bizim təsəvvür edə biləcəyimiz hər şeydən daha böyükdür. Ərşlə müqayisədə daha kiçik olan varlıq kürsi, yəni taxtın altlığıdır. Altlıq ərşlə müqayisədə sanki səhraya atılmış bir üzük kimidir. Üzük ölçüsü kimi altlıq və səhra kimi taxt. Və hətta bu altlıq bütün 7 səmanı yerlə birlikdə əhatə edir. Allahu Akbar. Allah ərşi yaratdı və onu suyun üzərində ucaltdı. Bu uca Allahın ilk yaratdığı varlıq idi. Bundan sonra Allah qələmi yaratdı. Pak və uca olan Allah qələmə buyurdu. Yaz. Qələm soruşdu. Nə yazım ey Rəbbim? Allah buyurdu, qiyamət saatına qədər baş verəcək hər şeyi yaz. Və o qorunmuş lövhədə baş verəcək bütün hər şeyi yazdı. Allah. O əvvəlcə ərşi və suyu yaratdı. Sonra qələmi yaratdı, hansı ki o qələmlə bütün məxluqatın qədərini yazdı. Və sonra 50.000 ildən sonra Allah göyləri və yeri yaratmağı murad etdi. 50.000 ildən sonra o göylərin və yerin yaradılışına başladı və onları 6 gün ərzində yaradıb tamamladı. Göyləri və yeri bir yerdə. Əvvəlcə göylərlə yer bir bütöv idi. Yerin yaradılışı 2 gün çəkdi, sonra göylərin yaradılışına da 4 gün çəkdi və beləcə 6 gün tamam oldu. قل أئنكم لتكفرون بالذي خلق الأرض في يومين وتجعلون له أندادا ذلك رب العالمين وجعل فيها رواسي من فوقها وبارك فيها وقدر فيها أقواتها في 4 أيام سواء للسائلين. Göylər və yer 6 günə yaradılmışdır. Əvvəl Allah suyu və ərşi yaratdı, sonra qələmi yaratdı, hansı ki o qələmlə bütün məxluqatın qədərini yazdı və sonra 50.000 ildən sonra Allah göyləri və yeri yaratdı. Və onlar bir-birinə birləşik halda idilər. Yəni onlar ayrılmaz bir bütöv idilər. Və bu əzəmətli kainatda, bu sonsuz aləmdə
Uca və əzəmətli Allah göylərə və yerə ayrılmağı əmr etdi. Və göylərə buyurdu ki, 7 qat olsun, 7 hissəyə bölünsün. Və eləcə də yerə buyurdu ki, 7 qat olsun, 7 hissəyə bölünsün. أولم يرى الذين كفروا أن السماوات والأرض كانتا رتقا ملتصقتين ففتقناهما وجعلنا من الماء كل شيء حي أفلا يؤمنون. Allah, təsəvvür edin o böyük partlayışı kainatda. Birdən-birə səma və yer ayrıldı. Birdən səma 7 səma oldu. Yer isə 7 yerə parçalandı. Uca Allahın əmr etdiyi kimi. Səma su buxarından yaradıldı. O sudan ki, ilahi ərş onun üzərində idi. O suyu təsəvvür edin, ondan buxar qalxırdı və həmin buxar böyük bir yaradılış idi. Biz o buxarın həqiqi mahiyyətini tam dərk edə bilmərik. Bu, həqiqətən böyük bir yaradılış idi. O buxar tüstüyə bənziyirdi. Bütün kainatı bürüyürdü və o tüstü göyün rüşeymi idi. ثم استوى إلى السماء وهي دخان فقال لها وللأرض ائتيا. الله يأمر السماء والأرض ائتيا طوعا أو كرها قالتا أتينا طائعين. Məhz beləliklə yaradılış başlandı. Qurana görə. من أوصل كتب السماء إلى البشر ما الشمس من نور النبوة ما القمر فقفوا على آثارهم وزنوا. Bizim planetimiz, bizim yerimiz, hamımızın yaşadığı evimiz necə də gözəldir. Onun neçə yaşı var? Bunu dəqiqliyi ilə yalnız uca və şanlı Allah bilir. Yaradılışının başlanğıcında onun üzərində hansı məxluq növləri yaşamışdır? Bunu da yalnız uca və şanlı Allah bilir. Lakin biz qəti şəkildə bilirik ki, bir müddət sonra uca və şanlı Allah yer üzündə əsası oddan olan bir məxluq yaratdı. Bu məxluqu o cinlər adlandırdı. Çünki bu, görünməz bir yaradılış idi. Cinlərin əsası odun mahiyyətidir. Onlar oddan yaradılmışdır. Tüstüsüz oddan, alovun içinə tüstü qarışmamış hissəsindən. Uca və qüdrətli Allah bu heyrətamiz məxluqu yaratdı. Bu məxluqlar yer üzündə yaşayırdılar. Öz əməllərinə görə məsuliyyət daşıyırdılar. Halal olanı və haram olanı, vacib və könüllü əməlləri yerinə yetirirdilər. Lakin zaman keçdikcə bu varlıqlar yer üzünü zülm və fəsadla doldurdular. Uca Allah onlara mələklər göndərirdi. Mələklər onları günahlarına, həmçinin çoxsaylı qətlərinə və tökdükləri qanlara görə cəzalandırırdılar. O zaman mələklərin arasında cinlərin hökümdarlarından biri də var idi. Sonralar o İblis adlandırıldı. O vaxt isə öz elmi, imanı və dindarlığına görə Allah tərəfindən mələklərin səviyyəsinə yüksəldilmişdi və onlarla birlikdə yaşayırdı. O azğın və günahkar cinlərə qarşı mələklərlə birlikdə vuruşurdu. Bəzən cinlər uca Allahın cəzası olaraq ayrı-ayrı adalarda zindanlara salınırdılar. Cinlər arasında həm salihlər, həm də azğın günahkarlar var idi. Onlar yer üzündə çoxlu fəsad və günah yaydılar və çoxlu qan tökdülər. Lakin bu cin belə deyildi. O, mələklərin səviyyəsinə yüksəldilmişdi və bu onun qəlbində təkəbbür və lovğalıq yaratdı. Bu, İblis idi. O, uzun əsrlər boyu mələklər arasında yaşadı. Nəhayət, o günə qədər ki, Allah şanı və əzəməti uca olan mələklərinə öz yeni qərarını bildirdi. Bu hansı qərar idi? Uca və qüdrətli Allah mələkləri topladı. Bütün mələkləri yox, baş mələkləri və onların ən böyüklərini topladı.
Böyük və qüdrətli Allah onlara bildirdi ki, yeni bir məxluq yaratmaq istəyir. وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً. Xəlifə sözü bir-birinin ardınca gəlməyi ifadə edir. Yəni, nəsil bir nəsil digərinin ardınca gəlib onu əvəz edir. Nəsillərin bir-birini əvəz etməsi məhz belə adlanır. وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً. Mələklər heyrətləndilər və soruşdular. Çünki onlar insanlardan əvvəl cinlərin nə etdiklərini görmüşdülər. Onlar yer üzündə törədilən bütün fəsadı, qətləri, azğınlığı və digər günahları, iyrənclikləri görmüşdülər. Və indi yeni bir məxluq da eyni şeyi edəcəkmi? قالوا أتجعل فيها من يفسد فيها ويسفك الدماء. Əgər, ey Rəbbimiz, sən özünə ibadət edəcək məxluqlar istəyirsənsə, bax, biz gecə-gündüz sənə xidmət edir və ibadət edirik. O zaman qüdrətli Allah mələklərə cavab verdi. قال إني أعلم ما لا تعلمون. Mən sizin bilmədiyinizi bilirəm. Allah. O bilir ki, bu insanların arasından peyğəmbərlər və salihlər çıxacaq. Onların içindən elə insanlar çıxacaq ki, imanları və məqamları ilə mələkləri üstələyəcəklər. Bəli, o dedi, həqiqətən mən sizin bilmədiyinizi bilirəm. Böyük və şanlı Rəbb. O, iblisin qəlbində gizlənəni bilir. Çünki o, hər şeyi biləndir. Böyük və şanlı olan Allah onu mələklər qarşısında ifşa etmək istədi. Həmçinin uca Allah öz hikməti ilə yeni bir məxluq yaratmaq istədi. Hansı hikmətlə? Bunu yalnız Allah bilir. Beləcə, Adəmin yaradılışı başlandı. من أوصل كتب السماء إلى البشر ما الشمس من نور النبوة ما القمر فقفوا على آثارهم. Allah mələklərə yeni bir məxluq yaradacağını bildirdikdən sonra Cəbraila yer üzünə enməyi əmr etdi. Məhz gələcəkdə bu yeni məxluqun yaşayacağı o torpağa. Allah ona yer üzündən torpaq gətirməyi buyurdu. Cəbrail torpaq götürmək üçün yerə endi. Lakin yer ondan Allaha sığındı. O dedi, məni azaltmağından və ya eybəcərləşdirməyimdən Allaha sığınıram. Cəbrail onun Allaha sığındığını görüb qorxdu və Rəbbinə qayıtdı. Sonra Allah Subhanahu və Taala Mikailı yer üzünə göndərdi. Mikail yerə endi ki, ondan bir parça götürsün. Lakin yer yenə Allaha sığındı və dedi, məni azaltmağından və ya eybəcərləşdirməyimdən Allaha sığınıram. Mikail da qorxaraq Rəbbinə geri döndü. Sonra Allah şanı uca və əzəmətli olan yer üzünə ölüm mələyini göndərdi. O, insanın yaradılışının əvvəlində iştirak edən və həyatının sonunda onu qarşılayan mələkdir. Allah ölüm mələyini yerə göndərdi ki, ondan bir parça götürsün. Yer yenə dedi, məni azaltmağından və ya eybəcərləşdirməyindən Allaha sığınıram. Lakin ölüm mələyi dedi, mən isə Allahın əmrini yerinə yetirməməkdən Allaha sığınıram. Həqiqətən, Allah məni bir tapşırıqla göndərmişdir. O, yerin bütün tərəflərindən müxtəlif növ torpaqlar topladı. Torpağa diqqət yetirin.
Bəzi yerlərdə o ağdır, bəzi yerlərdə qara, bəzi yerlərdə sarı, bəzi yerlərdə qırmızı, bəzən isə aralıq rənglərdədir. Bəzən o sərt və itaətsizdir, bəzən isə yumşaq və asanlıqla formaya düşəndir. O, yerin həm yaxşı, həm də zəif növlərindən torpaq toplayıb, onları bir-birinə qatdı. Beləcə, ölüm mələyi həmin torpaqla geri döndü. Yeni məxluqun yaradılacağı torpaqla. Məhz buna görə insan Adəm adlandırıldı. Ona salam olsun. Bu ad torpaq rəngli mənasını verir. Ölüm mələyi bu torpaqla geri döndü və Allah ona su qatmağı əmr etdi. Bu torpaq dulusçu gilinə bənzər hala gəldi. Müəyyən bir müddət o gil halında qaldı. Bir müddət sonra onun yapışqanlığı artdı və o yapışqan gil oldu. يا أيها الناس إن كنتم في ريب من البعث فإنا خلقناكم من تراب. Əvvəlcə o torpaq idi. Bizim əsasımız torpaqdır. قال ربك للملائكة إني خالق بشرا من طين. Ona su əlavə edildi və gilə çevrildi. Sonra bu gil daha da yapışqan hala gəldi. Daha bir müddət keçdikdən sonra rəngi tündləşdi, qoxu verməyə başladı və dəyişmiş palçığa çevrildi. Yəni artıq forma almağa başlamışdı. Bir müddət sonra qurudu və qab kimi içi boş hala gəldi. O səs çıxaran gil oldu. Yəni ona zərbə vurulsaydı, o səs verərdi. Mələklər baxır və heyrətlənirdilər. Bu nədir? Allahın böyük və şanlı olanın yaratmaq istədiyi bu nə möcüzəli və uca məxluqdur. Həmin vaxt mələklərin arasında iblis də var idi. İblis bu səs çıxaran gil formasının ətrafında dolanır və ona baxırdı. Bu forma içərdən boş idi. O, onun bir dəliyindən daxil olur, digərindən çıxırdı. Mələklər isə heyrətlə bu yeni məxluqa baxırdılar. Onlar onun haqqında daha çox bilmək istəyirdilər. Heç kim ona yaxınlaşmağa cəsarət etmirdi. Yalnız şeytan istisna idi. O, ətrafına toplaşmış mələklərə deyirdi: "Qorxmayın, qorxmayın. Əgər mənə əmr olunsa, onu məhv edərəm. Yəni, əgər o əvvəllər cinlərin etdiklərini etsə, mən də onunla onlara etdiyim kimi davranaram." Halbuki o özü də cinlərdən idi. İblis deyirdi: "Qorxmayın, əgər mənə əmr verirsə, onu məhv edərəm." İblisin qəlbinə bir növ kin dolmuşdu, bir növ həsəd ona hakim olmuşdu. Halbuki o zaman bu sadəcə gil idi. Keramik bir forma almış və 40 il bu halda qalmışdı. Hələ onun içində canlı ruh yox idi. Mələklər ona baxırdılar, İblis isə onun ətrafında dolanırdı. Hamısı o böyük anı gözləyirdi. كتب السماء إلى البشر ما الشمس من نور النبوة ما القمر فقفوا على آثارهم وزنوا بها أعمالكم واستلهموا منها العبار هم أنبياء الله والقوم الكرام والتابعون لهم هدوا سبل السلام صلوات رب العالمين عليهم وسلامه تعداد من صلى وصام